Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər, dəyərli müəllimlərimiz. Mən Ülkər Sultanova, təsviri incəsənət üzrə təlimçi. Bu gün sizlərə MIQ imtahanında düşən, yəni 15 iyul 2026 tarixində düşən sualların izahını vermək istəyirəm. Həmin bu sualları biz tələbələrlə bir yerdə onların xatırlaması nəticəsində bir yerə yığmışıq. Ola bilər ki, məzmun baxımından eynidir, amma biraz fərqlilikləri ola bilər sualların. Yenə də hansılarda düzəliş olunmalıdırsa, rəy bölməsində yazsaz çox sevinərik. Deməli, bizim vaxt itirmədən keçək əsas məsələyə. Uyğunluğu müəyyən etməliyik. Burada heykəltıraşlar verilib. Toğrul Məmmədov burada, onun əsəri Üzeyir Hacıbəyovdur, monumental əsəridir. Fuad Əbdürrəhmanovun burada Həzz Aslanov monumental əsəridir. Ömər Eldarova aid olan Səttar Bəhuzadənin Məzərüstü abidəsidir. Mirəli Mirqasımov da Neftçi. Buna görə də bizim doğru variantımız D variantı olacaq. Və ikinci sual, şagird yerbə aid rəsm çəkir və rəsmdə palıd ağacı, məşəl və çələng nişanlarını təsvir edir. Nişanların mənası nədir? Bilirsiniz ki, 2025-ci ildə də bu tipdə sual düşmüşdü. Məzmun eyni idi, amma biraz fərqliliyi var idi. Yəni, burada doğru variantımız palıd ağacı, güc, məşəl, elm, açıq kitab və çələng isə şöhrətdir burada onun mənası. Digərlərində mənaları biraz fərqli formada verib, yəni qarışdırılmış formada. Doğru variantımız B variantı. Deməli, şagird quaş boya ilə rəsm çəkərkən ağ boya vurmağı unudub. Boyanı rəsmə əlavə edə bilməsi üçün şagird quaş haqqında nələri bilməlidir? Bilirsiniz ki, bu 1-2-ci siniflərdə olan quaş və akvarelin fərqi var idi orada. Deməli, quaşdan daha çox istifadə olunurdu. Quaşda sudan az istifadə olunurdu, amma akvareldə isə sudan çox, boyadan az istifadə olunurdu. Deməli, baxırıq A variantına. Quaş boyadan istifadə zamanı sudan çox, boyadan az istifadə edilir. Bu akvarelə aiddir. Quaş boya ümumiyyətlə sudan istifadə olunmur, yanlışdır. Quaş boya ilə işləyən zaman vərəqin ağ olan hissəsi saxlanmalıdır. Bu da akvareldir. Quaş boya ilə işləyərkən rəsmdə düzəliş etmək olmur. Bu da akvareldir. Doğru variantımız bizim C variantıdır ki, burada quaş boya qatı boyadır. Sudan az, boyadan çox istifadə olunur. Quruduqdan sonra isə üzərinə ağ boyanı və digər rəngləri əlavə etmək olar. Və müasir olduğu cəmiyyətin onu qəbul etməməsi Paul Gauguin'də hansı dəyişikliklərə səbəb oldu? Bu bilirsiniz ki, bu sual sertifikasiyanın arti sınaq imtahanında da düşmüşdü. Təşkil etdiyi sınaq imtahanında düşmüşdü sertifikasiyada. Deməli, burada bizim doğru cavabımız olacaq. Qədim Yunanıstana, qədim şərq ölkələrinə, ibtidai mədəniyyətlərə maraq oyatmışdı. Burada çox müəllim dedi ki, Yunanistan sözü yox idi burada. Ona görə mən də onu yazmadım. Qədim şərq ölkələrinə, ibtidai mədəniyyətlərə maraq oyatmışdı. Yəni, dəyişikliklərə səbəb olmuşdu. Bu kimi dəyişikliklərə səbəb olmuşdu. Doğru variant budur. A variantını bilirsiniz ki, antik və orta əsr dövrünə müraciət Enqirə aiddir. Əsərlərində dekupaj texnikası üstünlüyünə, bu da Anri Matisə aiddir. Plener rəngkarlığa marağı üstünlük, yəni plener rəngkarlığa marağın üstünlük təşkil etməsi. Bu da aid olacaq təbii ki, impressionizmə. Bu da Fransız inqilabı onu eyni dərəcədə ilhamlandırdı. Bu da Ejen Delacroix-a aiddir. Doğru variantımız deməli oldu D variantı. Rəssam əsər yaradır, mətnlə müşayiət olunan böyük formatlı, məlumat və təbliğat formalı, obrazın ifadəliyi, hamının başa düşəcəyi simvollarla bəzəyir. Söhbət hansı sahədən gedir? Təbii ki də burada böyük formatlı təsvirdən və təbliğat xarakterli olandan, mətnlə müşayiət olunan deyirsə, obrazın ifadəli və hamını başa düşəcəyi simvollar deyirsə, plakatdan söhbət gedəcək. Deməli, növbəti sual uyğunlaşdırın. Burada Claude Monet, Edouard Manet, Auguste Renoir və Ejen Delacroix olacaq. Bunların əsərləri Claude Monet aid olacaq. Suzan bağı, Edouard Manet olacaq Yasəmən dəstəsi, Renoir olacaq burada Loja və Mərakeşdə Şirovu da Ejenə aiddir. Deməli, doğru variantımız D variantı. Şagird sinif yoldaşına əhvalatdan bəhs edən mətni vahid hekayə şəklində təsvir edir. Şagird komiks haqqında hansı bilgiyə sahib olmalıdır? Deməli, ümumi burada komiksin xüsusiyyətini soruşur da konkret olaraq. Deməli, komikslər bir və ya daha çox rəsmdən ibarət olur və mətnlə müşayiət edilmir. Bu yanlışdır təbii ki. Komikslər bir rəsmdən ibarət qısa mətnli təsvirdir. Xeyr, ən azı 2 şəkil olmalıdır. Komikslər vahid hekayəni təşkil edən qısa
təşkil edən qısa mətnli şəkil silsiləsi doğru variantımız odur. Komikslər 2 rəsmdən ibarət olmalı və mətndən müşahidə olunmamalıdır. Bu səhvdir. Eyni zamanda şəkillər buludların içərisində yerləşdirilməli və rəqəmlərlə işarələnməlidir. Bu da yanlışdır. Şəkillər buludun içərisində deyildi. Əslində sözlər olmalıdır buludun içərisində. Doğru variantımız bizim C variantıdır. Deməli, şagird sərgidə şəhər dağıntıları fonunda mənzərələr, rəssamların müharibəyə etirazını əks etdirən əsərlərə baxır və burada Alman aviasiyası dilim topuq vurur həqiqətən. Bu videonu 3-4 dəfə də çəkirəm. Videonu səsini alıb çəkmişəm. İndi bunu yenidən çəkirəm və həqiqətən də danışanda adamın dili topuq vurur. Deməli, burada Alman aviasiyası hücumu nəticəsində dağılmış rəsm əsərini görür və bu əsər hansıdır soruşur. Təbii ki də bunu görən kimi çox müəllim, yəni oxuyubsa biləcək ki, burada Pablo Picasso-nun Gernika əsərindən söhbət gedir. Deyir ki, şagird Azərbaycan xovsuz xalçalar haqqında təqdimat edir. Rəsmdə isə üfüqi zolaqlar üzərində sadə həndəs fiqurlu, deməli fiqurlu xalça təsvir edir. Bu hansı xalçadır? Baxın, burada sadəcə palazın bir dənə xüsusiyyəti göstərilib. Palazda bilirsiniz ki, bir neçə xüsusiyyəti göstərilib orada. Burada sadəcə həndəs formalı olmalı. Bir də üfüqi zolaqlar. Hansı ki, mən izahda da demişdim ki, üfüqi zolaqlar gördünüz mü? Palaz götürürsünüz, şaquli zolaq deyəndə şaquli formalı zolaqlar bu cicim olacaq. Deməli, üfüqi zolaqlardan söhbət gedirsə, təbii ki də palazın xüsusiyyətləri nəzərdə tutulub. Burada da şagird rəsm çəkir, deyir, həndəsi göl, əyri naxışlar, bu hansı bölgə xalçasına aiddir? Burada nədən gedir söhbət? Həndəsi göllər. Həndəsi göl bilirsiniz ki, Bakı xalçasıdır. Əgər soruşsaydı, Medalyon göllər Sumaq olacaqdı. 8 yüşəli göl soruşsaydı, Quba olacaqdı. 6 bucaqlı göl soruşsaydı, Gəncəvi Qazax olacaqdı. Deməli, bizim C variantımız doğru cavabdır. Hansı memarlıq abidələri Azərbaycan Memarlıq Məktəbində Albaniya dövrünə aiddir? Təbii ki də baxırıq. Burada Qız Qalası Şirvana aiddir. Şirvan Abşeron, Qutlu Musa türbəsi, Arandı, Ağoğlan, Arandı, Şirvanşahlar kompleksi olacaq. Yenə də Şirvan Abşeron məktəbinə aiddir. Xudavəngdir, aiddir. Yusifi İbn Küseyir Naxçıvana aiddir. Şəkidəki Kiş kilsəsi də bizim Arana aiddir. Deməli, doğru variantımız 2, 3, 5, 7 olacaq. Yəni, Qutlu Musa, Ağoğlan, Xudavəng və şəkidəki Kiş kilsəsi. Və Polkuliyə aid olmayanı deyir seçim burada. Polkuliyə aid olmayan təbii ki də dekorativ kollajla işləyirdi, bu olacaq. Çünki iynə ilə təsvir etmənin orijinal texnikasını icad etmişdi o. Eyni zamanda qravürlərlə işləyirdi və akvarel, yağlı boya, tempera mürəkkəblə rəsm çəkirdi və daha çox kvadratlar çəkirdi əsərlərində. Dekorativ kollajlar hardaydı? Picasso-nun kubizm, sintetik kubizm dövründə idi. Deməli, Fərhad Xəlilova aid olanı seçmək lazımdır. Qrafik rəsmlər və kontur xətlərlə işləyirdi. Bu ona aid deyil. Bax, rəssam deyir, çalışırdı ki, rəng naturanı təkrarlamasın. O əsərlərində müasir ümumiləşdirmə yozumunu görmək mümkündür. Bu ona aid ediləcək. Rəngçalğa improvizasiya sərbəstlik gətirib, bu Mirzəbada aid olacaq. D variantı, rəssam deyir, çalışır ki, rəng naturanı təkrarlasın və bədii anlam kəsb etsin. Bunu özümdən yazdım. Hərəsi bir söz dedim müəllimlərin, tam olaraq bilmədim. Amma siz ən doğrusunu burada bilirsinizsə, mütləq şəkildə rəy bölməsinə qeyd edin ki, buradakı başqa bir variant nə idi? İkisinin eyni olan. Yəni, deyir ki, müəllimlər iki variant arasında çox oxşarlıq var idi. Deməli, realist rəssam idi deyir, əsərlərində daha çox mənzərə janrı üstünlüyü verilmişdi. Xeyr, bu abstrakt əsərlər çəkildi, bilirsiniz ki. B variantımız doğru variantdır. Postimpressionizm cərəyanına aid xüsusiyyəti deyir seçin. Burada bilirsiniz ki, A variantı rəsmin uşaq yaradıcılığına və yaxud ibtidai dövr rəsmləri kimi özündə birləşdirən istiqamət primitivizmdir. Qəribəliyi, ağla ziddiliyi qəbul olunmuş standartlara uyğunsuzluq surrealizmdir. Parlaq təmiz rənglər favizmdir. Müxtəlif səthli rəngli hissələr abstraksionizmdir və doğru variantımız ətraf aləmin uzun müddətli vəziyyəti, həyatın məğzini təsvir etməyə dekorativ üsubliyyətə müraciətdə postimpressionizm cərəyanının nümayəndə ona aid edilir.
Və fovizmə aid olanları deyir. Seçin. Bilirsiniz ki, fovizmdə formanın ümumiləşdirilməsi səciyyəvi idi. Xətti perspektivdən imtina idi, amma burada istifadə yazılıb. Bunu seçmirik. Qara rəngdən imtina bu impressionizmə aiddir. Təmiz kontrast rənglər də təbii ki, fovizmə aid ediləcək. Plener rəng almaq üstünlüyü isə bu da impressionizmdir. Deməli, doğru variantımız bizim 1 və 4-dür ki, bunlar fovizmə aid edilir. Və müəllim şagirdləri ekskursiya, yəni Şuşa Gövhər Ağa məscidinə aparır. Məscidin bəzədilməsində fəal iştirak edən rəssam haqqında məlumat verir. Məlumata əsasən hansı rəssamdan söhbət gedir burada? Təbii ki də biz bunu öyrənmişdik ki, bu Mir Möhsün Nəvvabdır. Mənim YouTube-da da hər kəsə açıq paylaşdığım bir izahdır. Demişəm ki, Gövhər Ağa məscidi bəzədilməsində fəal iştirak edən rəssam soruşulsa sizdən, Mir Möhsün Nəvvab götürür. Çünki Mir Möhsün Ağa ilə Gövhər Ağanı birləşdiririk, uyğunlaşdırıb yadda saxlayırıq ki, daha yaxşı yadımızda qalsın. Deməli, bu doğru variantımız B variantı. Şagird natrimot çəkərkən gülləri bənövşəyi rənginə rəngləyir və bənövşəyi rəngi bitdiyi üçün yarımçıq qalır. Qərara gəlir ki, rəngləri qarışdıraraq bənövşəyi rəngi alsın. Şagird hansı rəngləri qarışdırmalıdır? Təbii ki də bu çox sadə bir sualdır. Konkret olaraq soruşur ki, bənövşəyi rəngin tərkib hissəsi nədir? Mən bəzən belə soruşuram. Bunlar isə bənövşəyi rəngini almaq üçün qırmızı və göy rəngləri birləşdirmək lazımdır. Bunu soruşur. Mən bunu daha belə sualları daha qəliz formada qoyuram. Onlardan sizə təqdim edəcəm videonun sonunda. Deməli, müəllim şagirdə o hansı rəssam idi ki, həm məşhur kolorist, həm də mükəmməl çertoy çəkməyi bacarır deyə sual verir. Şagird hansı rəssamlardan çəksə doğru olar. Allah, baxıram suallara, elə bilirəm özüm hazırlamışam. Çoxu, yəni mənim hazırladığım tipdədir. Deməli, burada Salvador Dali'dən söhbət gedir ki, o mükəmməl çertoy çəkməyi bacardı. Bu da konkret onun həmin mətnin içərisindən bir dənə cümlədə götürüb qoyublar. Həmişə də deyirəm ki, cümlə-cümlə öyrənmək lazımdır dərslikləri. Deməli, yaradılacaq heykəlin materialını seçərkən nəyə diqqət yetirmək vacib deyil? Nəyə diqqət etmək vacib deyil? Vacibdir məkana diqqət yetirmək, əsərin məqsədinə, əsərin ideyasına, obrazına, amma dəbə uyğunluq bura yəni vacib deyil. Deməli, Sezan kubizmi xarakterik olan düzgün variantı seçirik. Burada bilirsiniz ki, iri bir qədər kobud formalar xarakterik idi. Amma əşyaların çəkilməsində kollajlardan istifadə bu aiddir. Eyni zaman bu sintetik kubizmə aiddir. Şriftlər və hərflərin görünməsi də həmçinin ona aiddir. Detalların dəqiq ifadəsinə imtina analitik kubizmdir. Ona görə doğru variantımız A variantı. Şagird nə idi? Baxıb şagird oxuyuram ilahi. Deməli, Toğrul Nərimanbəyova aid olmayanları seçmək lazımdır. Burada bilirsiniz ki, Toğrul Nərimanbəyova aid olanlar teatr rəssamıdır, monumentalist rəssamdır və opera ifaçısıdır. Yəni, deməli, 1, 2, 4 olanı götürmürük, çünki ona aiddir. Götürürük 3, 5, 6. Bəli. Bizim növbəti sualımız ən xoşuma gələn suallardan biridir. Deməli, Jacques-Louis Davidin Horatislərin anda əsəri deyir, nə üçün klassizmə aid edilir? Bəli, çox belə mənalı, əsas, yəni bilgini önə çıxaran bir sualdır. Maraqlı sualdır. Deməli, deyir ki, rəng, işıq köcü və qeyri-ənənəvi ifadə vasitələrindən istifadə olunması buna aid deyil. Bu aiddir. Ejen Delacroix Dante'nin qayğı əsərinə aiddir, onun təhlilinə aiddir. Naturadan canlı müşahidəni və dini hissləri üstünlük təşkil etməsi, bu bilirsiniz ki, Ingres-in yaradıcılığına aiddir. Müəllimlərin çoxu burada Fransa inqilabına qarşı xalqın birliyinin təsvir olunması götürüblər. Burada nə soruşur? Deyir ki, Fransisko Goya nədir? Ay Allah, qarışdırdım yenə. Jacques-Louis Davidin Horatislərin anda əsəri nə üçün klassizmə aid edilir? Yəni, bunun səbəbini soruşur. Nə üçün? Ona görə ki, antik dövrün məşhur qəhrəmanlarının təsvir olunması idi. Yəni, nə idi ümumiyyətlə klassizm? Klassizm deməli bu əsərlə qoyulub və klassizm antik dövrə ideal kimi müraciət edirdi, düzdürmü? Və eyni zamanda nə edirdi David? Öz əsərlərində antik dövr qəhrəmanlarını öz əsas personajlara çevirmişdi əsərlərində. Deməli, burada da bunun əsas məqsədi, yəni klassizmə aid edilir. Ona görə ki, antik dövrün məşhur qəhrəmanlarının təsvir olunması idi burada əsas məsələ. Fransa inqilabına qarşı xalqın birliyi bu ona aid deyil. Deməli, burada E variantında xalqın əhval-ruhiyyəsini və sənətə münasibətini əks etdirilməsi
Bu da ona aid deyil. Yəni doğru variantımız bizim D variantıdır. Burada da nəsə dəyişiklik görsəniz və yaxud da variantlarda nəsə səhvlər deməzdim. Biz çalışmışıq ki, eyni olsun, amma təbii ki də eyni olmaya bilər. Kimin yadında nə qalıbsa yenə də bildirsin bizə rəy bölməsində. Deməli, 23-cü suala baxırıq. Şagird dolça təsvir edir. Dolçanın həcminin görünməsi üçün ən tünddən ən açığa doğru təsvir üsullarından istifadə edir. Bu texnika hansıdır? Bu da təbii ki də yayma olacaq. Əgər desəydi ki, ştrixlərin üst-üstə bir neçə çəkir, bu olacaqdı tona çevirmə. Ştrixləri sırayla və çarpaz çəkir. Bu da ştrixləmədir. Deməli, üst-üstə bir neçə və çəkilmə tona çevirmə olacaq. Ştrixləri sırayla çarpaz çəkilmə ştrixləmədir. Ən tünddən ən açığa təbii ki də yayma olacaq. Bu bizim kitabda da var, amma bunun başqa cür formasını onu yenə də videonun sonunda göstərəcəm. Deməli, aşağıdakı variantlardan yanlış olanı seçirik. Baxırıq A variantına. Xətti perspektiv məsafədən asılı olaraq forma və ölçünün dəyişməsidir. Doğrudur. Perspektiv təsvir müstəvisində məkanın dərinliyini öyrənən elmdir. Doğrudur. Üfüq xətti müşahidəsinin göz səviyyəsində yerləşən düz xətti. Doğrudur. Hava perspektivi yaxın və uzaq planlar arasında işıq kölgə rəng nisbətinin dəyişməsi. Doğrudur. Qovuşma nöqtəsi nədir? Bizdən uzaqlaşan paralel xəttlərin təxmini birləşmə nöqtəsidir əslində. Amma burada nə yazıb? Yazıb ki, müşahidəsinin göz səviyyəsindən aşağıda bir nöqtə birləşir. Bu yanlışdır. Deməli, 25-ci sualda deyir ki, müəllim şagirdə tapşırıq verir. Şagird rəsm əsərində obyektin formasını şərt olaraq yaraşıq məqsədindən dəyişir. Təbii ki də bu da nədir? Stilizasiyadır. Stilizə. Deməli, doğru variantımız C variantı. Konkret sualda, yəni izaha da ehtiyac yoxdur heç bunun. Deməli, şagird təsvir qaydalarını öyrənmək məqsədi ilə gipsdən hazırlanmış baş heykəlinin rəsmini çəkir. Şagird bu zaman rəsmin hansı növünü tətbiq edir? Bilirsiniz ki, bu rəsmlərdə rəsmin növləri var idi. Uzun müddətli, qısa müddətli. Bu da uzun müddətli rəsmə aid idi və öyrənmə məqsədindən çəkilirsə, təbii ki də tədris rəsmi olacaq. Növbəti sualımız 27-ci sual. Şagird rəsm çəkərkən budaqların ucunda yerləşən insan və heyvan başlarının fantastik təsvirlərindən ibarət ornament çəkir. Şagirdin çəkdiyi ornamentin növünü müəyyən edin. Burada da qısa konkret sualdır. Bağ-bağdan söhbət gedir, onun xüsusiyyətini verib burada və biz onu tapmalıyıq. Təbriz Memarlıq Məktəbinə aid olan xüsusiyyətləri seçirik. Baxırıq, yerli həndaşından tikilən konstruksiyalar, Şirvan Abşerondur, üzərində kərpicdən olan ornamental kompozisiyalar, həmçinin Naxçıvana aid olmalıdır. Daşdan yonulmuş nəbati ornamentlər, həmçinin Şirvan Abşerondur və Təbriz dekorasiya müxtəlifliyi, təmtəraq dekorasiya müxtəlifliyi, kompozisiya kamilliyi də Təbrizə aid ediləcək. Karikaturanın bir növü olub, insanın ümumi psixoloji ovqatını və daxili aləmini vurğuladığı təsvir necə adlanır? Təbii ki də şarj olacaq ki, karikaturanın bir növü də hətta onun daxilindədir, yəni onun bir tərkib hissəsidir, belə deyə bilərik. Bu da şarja aiddir. Doğru variantımız deməli şarj oldu. 30-cu sualda müəllim şagirddən qədim Yunanistan memarlığında olan tikililərin ionik sütun haqqında sual verir. Şagird isə cavabında kapiteli spiralvari formada, gövdəsi incə və uzun, bazası olmur deyə müəllim onun cavabını hansı əsasda deyir, qəbul etmir. Və deməli, müəllim soruşur ionik sütun haqqında. Şagird cavab verir, amma axırını düz demir də. Yəni deyir ki, bazası olmur. Dorik sütuna aid olan bir xüsusiyyəti deyir. Və müəllim də onun cavabını hansı əsasla deyir, qəbul etmir. O əsasla qəbul etmir ki, ionik sütun kapitelidir. Kapiteli spiralvari formada olur. Gövdəsi incə və uzun olur. Novçaları dərin olur. Yəni bazası olmur deyə bir şey yoxdur. Doğru variantımız C-dir. A variantına deyir ki, yəni ionik sütunu yuxarıya doğru genişlənən qönçəni xatırladır. Bu konik sütuna aiddir. Və ionik sütunun bazası olmur. Bu səhvdir, çünki dorika aiddir o bazası olmayan. Təmtəraqlıdır, təmtəraqlı görünüşə malikdir. Enli olur və 4 tərəfdən eyni görünüş. Bu da kornifə aid olacaq. İonik sütunun gövdəsi sadə və nəhəng olur, bazası olmur. Bu da dorikdir. C variantımız doğru cavabdır. Deməli, 31-ci suala baxırıq. Müəllim şagirdə doğma Azərbaycanın mövzusunda rəsm çəkməyi tapşırır. Şagird rəsmə Şuşa şəhərindən bir hissəni,
Xəzər dənizini və Xalça naxışlarını əlavə edir. O, bu elementlərin hamısını eyni ölçüdə və rəsmin mərkəzində təsvir edir. Yəni müəllim şagirdə səhvlərini başa salır və düzgün tətbiq olunmalı qaydanı bildirir. Müəllimin bildirdiyi düzgün qayda hansıdır? Və təbii ki də burada səhv böyükdür. Eyni ölçüdə çəkir və mərkəzdə toparlayıb hamısını. Deyir, hamısı eyni xətt üzərində böyük formatda olmalıdır. Səhvdir təbii ki də. Hamısının ölçüsü böyüdülməli və mərkəzdə çəkilməlidir. Xeyr. Mərkəzdən çəkilməlidir. Xeyr. Hamısının ölçüsü kiçildilməlidir. O da deyil. Rəsmdə bir mövzu seçilməli, qalanlar silinməlidir. Xeyr. Bizim doğru variantımız B variantıdır ki, bir mövzu əsas planda çəkilməli, digəri isə kiçik formada təsvirdə göstərilməlidir. Deməli, oyulmuş naxış formasını firuzəyi rəngli şir məhlulu doldurulur. Bu texnika hansı emal üsuluna aiddir? Bu texnika emal üsulu hansı texnika emal üsuluna aiddir zərgərlikdə? Burada bilmirəm, şir yazılmışdı, yoxsa mina yazılmışdı. Yəni, siz doğru olanı xahiş edirəm ki, rəy bölməsində yazasınız. Məsələn, yazın ki, 32-ci sualda belə idi, düzgünlük əslində belə idi, siz belə yazmısınız. Yəni, düzgün olanı mütləq şəkildə bildirsəz, inanın ki, çox xoş olar bizə ki, düzəldərik onu. Burada təbii ki, minaçılıqdan söhbət gedir, firuzəyi rəngli mina doldurulur, açılmış oyuqlar. Deməli, gəlir şagird orta əsr geyimləri araşdırarkən eyni xəttli naxışlı haşiyələr bəzədiyini görür. Bu hansı geyim üslubuna aiddir? Təbii ki də romana aid edəcək eyni xəttli naxışlı haşiyələr. Qısa konkret sual idi. Verilənlərdən deyir, Böyük Ağa Mirzədadənin yaradıcılığına uyğun gələni seçirik. Mənzərə janrı əsasını qoyub Bəhruz Kəngərli aid edilir ona. Monumentalist teatr rəssamı olacaq bu Toğrul. Bunu seçmirik. B variantına baxırıq. Rəngkarlıq, qrafika ilə məşğul olub, səhnə tərtibatını eskiz hazırlayıb. Bəli, bu aiddir. Böyük Ağa Mirzədadəyə kitab tərtibatı sahəsində fəaliyyət göstərib, dəzgah qrafikasına ona aid deyil. Və gəlirik Donmik Enger yaradıcılığına aid olanları seçirik burada. Deməli, dini və tarixi sujetlərə müraciət edirdi Enger. Bəli, dini və tarixi sujetlərə müraciət edirdi. Burada da aid edilir, təbii ki, onu götürəcəyik. Dini sujet deyəndə, dini tarixi sujet deyəndə bir dənə Engerdən söhbət gedir. Dini sözündən uyğunlaşdırmışdıq Donmiki. İri kobud formalardan istifadə edir. Xeyr, bu düz deyildi. Sevmirdi, onu qəbul etmirdi. Fransa tarixinə aid əsərlər yaradıb. Bu da deyil. Antik və orta əsrlər dövrünə müraciət eləmişdi Enger. Ona görə biz götürürük burada. 1 ilə 4-ü. Fransa inqilabçısına qoşulan kim idi? David idi. Biz doğru variantımız deyildi. Deməli, Azərbaycana improvizasiya və sərbəstlik gətirən Mircavad Mircavadova da aid olan xüsusiyyətləri seçirik buradan. Deməli, burada metal, daş, qum, qatran kimi materiallardan istifadə edirdi. Yəni, təsviri sənət üçün ənənəvi olmayan materiallardan istifadə edirdi. Biri götürürük. Ətraf mühitindəki insanların daxili becərilərini göstərmək üçün əfsanəvi obrazlara müraciət edirdi. Tam olaraq bu cümlə belə yazılmamışdı kitabda, amma ki, bilirsiniz ki, o əfsanəvi obrazı div obrazı çəkirdi və div obrazı onun əsərlərində insanda ola biləcək bütün rəzil cəhətləri özündə birləşdirən bir personaj idi. Ona görə də biz bunu ona aid edirik, yəni əfsanəvi obrazlarla göstərirdi. İkinci götürürük. Yaradıcına miniatürə müraciət edirdi, bu ona aid deyil. İradə və zəriflik, improvizasiya və kamillik, dərinlik və duymaq bacarığı isə Ömər Eldarova aiddir, ona aid deyil. Hamı tərəfindən qəbul edilmiş qaydaların dəyərlərin inkar edilməsi də nonkonformalizm idi ki, bilmirəm o sözü düz dedim yoxsa yox, yəni ona aid edilir. Deməli, burada biz götürəcəyik 1, 2 və 5-i. 1, 2, 5. C variantımız doğru variantdır. Yaradıcılığında bir çox üslubda əsər işləmiş rəssam Juan Miro'nun Arnik Karnavalı əsəri hansı üslubdadır? Təbii ki də surrealizm olacaq. Bəs kubizm üslubunda hansı əsər idi? Onun o, belə deyim də, bilirsiniz ki, bir neçə üslubda işləmiş bir rəssam idi Juan Miro. Kubizm üslubunda Dovşan stolu, Natürmort belə bir əsəri idi. Favizm üslubunda Prediste kəndi idi. Realizm üslubunda isə həyatın daxili görünüşü idi ki, bu da ona aid edilir. Deməli, burada Arnik Karnavalı surrealizm olacaq. Və Fərhad Xəllovun da oxşar bir-birinə sıxışdırılmış insan fiqurları sanki kub formasında birləşdirilmiş bir əsər idi. Təbii ki, burada əks-səda dövründən söhbət gedir.
Naam Qaba yaradıcılığına aid olan variantı seçirik. Heykəllərində kubizm elementlərini qəzəblə cəmləşdirir. Bu, təbii ki də Albertoya aiddir. Təmiz və metal və təmiz səthin emal sularının qarışdırılması da ona aiddir. Albertoya aiddir. Və simli spiralvari tökmə üsulundan istifadə Naam Qabaya aid ediləcək. Heykəllər keramika ilə örtülürdü. Juan Miro'dur. Konstruksiyadan istifadə edirdi. Ona aid deyil. Deməli, bu harda? Deməli, burada doğru cavabımız C variantı. Növbətiyə gəlirik. 40-cı sual. Burada da 4-cü sinifdən bir sualdır. Bir dənə şəkilli əsərdir. Şəkilli sual düşüb. Bu da budur. Hayf hazırladım o qədər şəkilli testlərdən. Amma bu o demək deyil ki, heç vaxt düşməyəcək şəkilli əsər. Deməli, deyir ki, kölgəni seçirik biz burada. Burada yarım kölgədən, şəxsi kölgədən və refleksdən söhbət gedir. Burada yarım kölgə olan birlə işarələndi. İndi deyəsən tam tutuşdura bilməmişik həmin hissəni. Hə, burada sonra şəxsi kölgə, yəni almanın öz kölgəsi olan ikinci olacaq. Refleks də əksi olacaq, yəni o kölgələr arasındakı əks. Deməli, burada doğru variantımız D variantıdır. Baxaq görək neçə bal topladıq. Bu sualı səhv vurmuşuq. Baxaq görək burada nə götürmüşəm mən. D variantını götürmüşəm. Bəs düzgün hesab eləyib, deməli, doğru, yəqin doğru izah vermişəm, amma səhv variantı götürmüşəm, görürsünüzmü? Təəssüflər olsun. Hə, deməli bizim bu sizə təqdim etdiyim sualların hamısı 15 iyul 2026 tarixində düşmüş suallardır. Və bu sualların tam düzgününü əgər bilirsinizsə, yəni tam düzgün biz etməyə çalışmışıq, ola bilər bir neçə yerdə dəyişiklik olub. Həmin o hissələri də rey bölməsinə yazsa, çox-çox sevinərik, həqiqətən deyirəm. Və mən bizim kitabımız, yəni nəzəriyyə və test toplusu kitabı var idi ki, orada mən sınaqlar, mövzular üzrə ayırmışdım. Sınaqlar var idi. Sertifikasiya və miq imtahanı formatında sınaqlar var idi ki, həmin o sınaqlar içərisindən bu suallara yaxın, yəni belə deyim, formatı eyni olmayan, amma məzmunca eyni olan suallar var ki, onları təqdim eləmək istəyirəm sizə. Bəli, sizə mən dediyim həmin o kitab Nəzəriyyə və test toplusu kitabından olan bir sualdır, hansı ki, miq imtahanına düşmüş məzmunca eyni olan bu sual. Biraz fərqli formada miq imtahanına düşüb. Bir sənətçi xalça eskizi hazırlayır və əyri xətli naxışlarla yanaşı həndəsi formalı göllərə üstünlük verir. Bu halda hansı xalça üslubundan ilham alıb? Və burada da Bakı xalçası olacaq, təbii ki. Və növbəti sual, burada deyir ki, bəzək əşyasının üzərindəki oyulmuş yerlərin içi firuzəyi, qırmızı və yaşıl rənglərlə parıldayır. Araşdırıldıqda məlum odur ki, bu rənglər oyulmuş hissələrə axıdılan şir məhlulunun birləşməsi nəticəsində yaranmışdır. Bu hansı növdür? Bu hansı növdür? Təbii ki də minaçılıq olacaq. Bunun da başqa cür forması, yəni məzmunca eyni olan, amma biraz fərqli formada düşüb miq imtahanına. Deməli, burada da şarj haqqında söhbət gedir. Müəllim şagirdlərə şarj haqqında məlumat vermələrini istəyir. Şagirdlər müəllimə hansı cavabı versələr doğru etmiş sayılmazlar. Bu formada mən etmişəm sualı, amma fərqli formada deyəsən qısa konkret düşüb miq imtahanında. Və burada bir şagird ardıcıl şəkildə şəkillər çəkərək onlara qısa yazılar əlavə edir və vahid bir hekayə yaradır. Bu iş hansı janra aiddir? Təbii ki də burada komiksdən söhbət gedir. Və Fərhad Xəlilova aid olanları deyir seçin burada. Bu cür test vermişəm. Kitabımızdan olan bir hissədir. Və burada da Juan Miro deyir, sürrealist üslubda çəkdiyi əsərlər seçin deyir. Amma orada isə sadəcə bir əsər, Alekin Karnavalı vermişdi ki, hansı üslubdadır. Mən belə bir test qoymuşam və bu cür də test təbii ki də düşə bilər. Və bu da doğru olan hansıdır? Və orada bir dənə sual var ki, aşağıdakılardan doğru olanı yox, yanlış olanı deyir seçin yazılmışdı, yanlış veriləni. Ümumiyyətlə mənim bu testlər çoxdur, yəni yanlış olanı seç, doğru olanı seç. Çünki bu daha əhatəli bir sual olur da, yəni bir sualın içərisində sizdən bir neçə mövzu haqqında sual soruşa bilər, onun doğru olub olmaması ilə bağlı. Və Mirzabad Mirzabadova da aid olanı deyir seçin burada. Yaradıcılığının
ana xəttini qadın portreti təşkil edir. Bu təbii ki də Sakit Məmmədovdur. Onun yaradılan abşon motivləri əhəmiyyətli yer tutur. Fərhad Xəlilovdur. Salvador və Pikassonun sevimli rəssamları idi. Bu da Mirzavaddır. Mirzavada aiddir. Rəssamın deməli Div kasa ilə Dəvə, Yaralı div yırtıcı məşhur əsərləri var idi. Div kasa ilə Rasim Babayevin idi. Ona görə ona götürmürük. C variantını götürəcəyik burada. Bu da plakat. Plakatdan sual düşmüşdü. Böyük rəng ləkələri, kontrast rəng çıraqları onun dekorativ emosional xüsusiyyəti idi. Bu da plakat idi. Jacques-Louis David'ə aid olan deyir seçin. Jacques-Louis David'in yaradıcılığı haqqında bir dənə Horatislərin adı düşmüşdü əsər. Amma mən burada belə vermişəm. Uyğunsuzluğu müəyyən edin. Stilizasiya obyektin formasını şərt olaraq yaraşıq məqsədilə dəyişmək burada ikinci dərəcəli elementlər edir. Əsas detallar qabardılır. Buna görə yazmışdım. Sadəcə stilizasiya düşmüşdü. Doric üstünə aid olan soruşur burada, onları seçin deyir. Amma ionik sütun düşmüşdü miqə. Və Sezan sayaqlı kubizm üçün xarakteri cəhət bu düşmüşdü. Əsas üslubda kollaj təşkil edirdi. Yəni suallar biraz fərqli formada düşüb miqə. Hansı fikir doğru hesab edilə bilməz? Yenə də burada rəsm müstəvisindən, üfüq xəttindən, paralel üfüq xəttlə falan, yəni bucaq perspektivdən, interyer perspektivindən falan belə suallar düşüb. Yəni yenə də burada bir neçə mövzu sizdən soruşulur. Və bir də o Picassonun Guernica əsərinə bağlı sual düşmüşdü. Burada mən isə bunu belə yazmışam. Tədqiqatçı Picassonun Guernica əsərinin motivlərini araşdırır. Bu əsər hansı şəhərdə baş vermiş faciəni sənətə çevirmişdi? Barselona şəhərindəki müharibə səhnəsi, Guernica şəhərinin vurmalanması faciəsi, Parisdəki siyasi yürüşün zorakılığı, Guernica şəhərindəki xalqın üsyanı. Təbii ki, bir variant olacaq burada da. Və burada akvarel boyanın çəkilməsidir. Burada nə etməlidir? Akvarel boyanın situasiya tipli bir sualdır. Yəni bu da guaş düşmüşdü. Mən akvareli qoymuşam burada. Və Fərhad Xəlilovun yaradıcılığına aid haqqında verilənlərdən hansı doğrudur? Belə bir sual qoymuşdum kitabda. Rəssam əsərlərində təbii detallardan qaçaraq inandırıcı zorğunluqla obrazın səciyyəsini açır. Deyir, rəssam çalışır ki, rəng naturanı təkrarlamasının əksinə psixoloji, dərin, bədii anlam kəsb etsin. Bu doğrudur. Onun seçdiyi rənglər dolğun, tutumsuz, lakonik biçimdədir. Bunların hamısı bir dənə sözü dəyişərək mən səhv yazmışam, amma doğru variantımız burada B variantıdır. Təsvir daha çox frontal olmaqla tamaşaçıya doğru axılı, əslində dərinliyə doğru açılır yazılmalıdır. Yəni onların verdiyi əslində rahat suallardır, rahat tapmaq olur. Məncə biraz qəlizdir. Deməli, deyir, bənövşəyi rəng necə rəngdir? Amma orada soruşur ki, bənövşəyi rəngi necə almaq olar? Mən bu cür vermişəm. Paul Klee haqqında verilənlərdən hansı yanlışdır? Paul Klee haqqında da verilmişdi, düzdürmü? Orada mən bu cür vermişəm variantları, onlar fərqli cür yazıb. Deməli, fəaliyyətə Avropa incəsənətlə modernizmin formalaşdığı bir zamanda başlayıb, bu ona aid deyil. Metal üzərində oyma üsulu ilə yerinə yetirilən qravürlər işləyirdi. Bəli, həm realist, həm də abstrakt əsərlər çəkildi. Müşahidə, fəlsəfi fikir və texnik icra siyasında yaranmışdı əsərlər. Burada A variantı ona aid deyil. Doric və ionik sütunun bazası necə idi? Belə bir sual qoymuşdum. Paul Klee haqqında, ümumiyyətlə kitabda bir neçədən sual və Paul Klee haqqında verilənlərdə hansı yanlışdır? Yəni orada variantlar fərqli verilib. Sualın şərti eynidir, amma variantlar fərqlidir. O əsərdə rəng və mücərrədliyə önəm verirdi. Rəssam oyuncaqlar düzəltmiş, hətta avtoportretini də oyuncağa çevirmişdi. O əsərlərində Tunis mənzərəsindən təsirlənərək yeni rəng yaranmasını kəşf etmişdi, yanaşmasını kəşf etmişdi. O əsərlərində fiqurların torpaqdan çıxmış kimi təsvir olmasına üstünlük verdi. Bu ona aid deyil, Helen Moore aiddir D variantı. Bəli, stilizasiya nədir? Mən bu cür soruşmuşam, amma orada onun tərifi verilib. Variantlarda isə stilizasiyanı tapmalıyıq biz. Mən də belə vermişdim. Paul Klee haqqında yenə verilənlərdən hansı yanlışdır? Rəssam qravürlərə maraq göstərmiş və müxtəlif texnikalarda işləyirdi. A variantı düzdür. Onun əsərlərində müşahidə, fəlsəfi fikir düzdür. Mücərrədliyə və rəngin dolu hər şeydən üstün tuturdu. Düzdür. Onun ən məşhur əsərlərindən biri Zamanın Gözü deyir, Yaxa sancağıdır. Bu ona aid deyil, Salvadora aiddir. Nam qabı yaradıcılığına aid deyil, amma orada yazılmışdı aid olanı tapın. Aid olan da orada Sprvari
tökmə üsulu idi. Biz indi burada aid olmayanı tapırıq. Təmiz və metal və təmiz sətin emal üsullarını qarışdırdı. Namıqabıya aid deyil. Heykəllər həndəsi formaya malikdir, ona aiddir. Memarlıq sintetik olaraq tamamlayan, inkişaf etdirən kompozisiya, relyef və konstruksiya yaradıb və formaların qeyri-adi materialdan olunması və şəffaflıq effektindən ibarət idi. Bu da ona aiddir. Tony McKenzie haqqında verilənlərdən deyir, hansı yanlışdır? O da düşmüşdü gördüyünüz kimi. Və burada onun erkən əsərlərinin klassik kompozisiyası və işıqlı kloritini ilə fərqlənirdi, düzdür. O daha çox tarixi və dini mövzulara müraciət edirdi, doğrudur. Engel naturadan müşahidə və dini hissləri gətirirdi, naturadan müşahidə və dini hissləri gətirdi əsərlərinə. Onun əsərlərini daha çox avangard surrealizm üslubunda idi, o aid deyil, D variantı. Plakatın əsas əlamətlərindən biri nə idi? Bunlar da. Bir neçəsində görürsünüz ki, burada plakatdan sual düşüb. Orada isə qısa konkret verilmişdi miqdə. Deməli, Jacques-Louis Davidin bu Horatislərin and əsəri verilmişdi. Mən isə belə yazmışam. Tabloda 3 qardaş ata qarşısında döyüşə hazır dayanır. O isə onlara silah tutaraq and içdirir. Əsərdə dövlət birliyi və vətənə sədaqət ideyası tərənnüm olunur. Bu tablo hansı rəssama aiddir? Bəli, həmin əsəri tapmalısınız və həmin rəssamın əsərinin, daha doğrusu müəllifini tapmalısınız. Bu da Jacques-Louis David olacaq təbii ki. Şəkildə bütün əşyalar ayrı-ayrılıqda yaxşı çəkilib, amma kompozisiya bütöv görünmür. Hansı ardıcıllıq səhvini göstərir? Bu da burada kompozisiya ilə bağlı sual düşmüşdü. Məncə bu cür vermişəm kompozisiyaları. Ölçülərin verilməsi, hamısının eyni saxlanması nisbəti falan belə bir şeylər var idi. Perspektivin əsas qanunu nə izah edir? Yəni, perspektivdən sual düşmüşdü, amma deyəsən, ya fərqli variantlardaydı da. Deməli, bir sənətşünas, xalça naxşı incəliyi və bədii elementlərin orijinallığı yüksək səviyyə, yəni Bakıdan düşmüşdü burada. Don McKenzie haqqında verilənlərdən hansı yanlışdır? Yenə də rəssam şagirdə xətt rəsm deməkdir, deyirdi. Rəssam karandaşla möhtəşəm tablolar çəkirdi, portretlər çəkirdi. O canlı təbiətin qüsurlarından təmizlənmiş ideal formalar yaratmağa can atırdı və buna partner rəssamı təyin edilmişdi. Bu da Jacques-Louis David'e aiddir. Plakatın dekorativ və emosional xüsusiyyətini nə təmin edir? Böyük rəngləşələr və kontrast rəng çıraqları təmin edir. Tarix dərsində müəllim Fransız inqilabının ideyalarını bədii formada təcəssüm etdirən rəssamdan danışır. O qeyd edir ki, həmin rəssam əsərində dövlətin güclənməsi üçün xalqın birliyini simvolik şəkildə əks etdirmişdir. Rəssam antik qəhrəmanların obrazları vasitəsilə dövrün ideyalarını ifadə edirdi rəssamın. Yəni, müəllimin söhbəti hansı rəssamın yaradıcılığına aiddir? Baxın, bu belə bir suallar düşə bilər təbii ki. Görürsünüz ki, MIQ imtahanı formatının sualları bu cürdür. Bu da təbii ki də bilirsiniz ki, Jacques-Louis David olacaq. Yenə Polkli haqqında verilənlərdə hansı yanlışdır? Baxırsınız ki, eyni sualdır, amma eyni sual olması şərti eynidir, variantlar fərqlidir. O, realist təsvirlərə yanaşı abstrakt əsərlər çəkirdi. O əsərlərində hissələrini qurğuşun və simlə bərkidirdi. Bu Hennemura aiddir. Onun əsərlərində bir hissəsi kvadrat formasına əsaslanmışdı. Rəssam rəngin, işığı və kompozisiya gücünü öyrənməyə çalışırdı. Burada B variantı ona aid deyil. Deməli, plakatın əsas əlamətlərinə nə daxildir? Bunu dedik, obrazın və hamını başa düşəcəyi, obrazın ifadəliyi, hamını başa düşəcəyi simvollar. Tədris rəsmi necə rəsmdir? Amma orada başqa cür verib, yəni situasiya formasında verib ki, öyrənilməsi bir şagird öyrənmək məqsədi ilə bir əsər çəkir. O tədris rəsminə aiddir. Burada da tədris rəsmi necə rəsmdir? Sualını cavablandırmayan variantı istəyir sizdən. Yəni, burada da elmi tədqiqat xarakterli rəsmdir, deyir, mərhələlərə çəkilir, adətən oxşar olur və təsvir qaydanı öyrənməsi üçün burada A variantı ona aid deyil. Dorik sütuna aid olanları deyir, seçin. Orada da ioniklə dorik sütunu birləşdirmişdi, qarışdırmışdı. Və burada deyir, müəllim şagirdlərə gündəlik həyatınıza dair kiçik təsvir tərtib edin. Seçdiyiniz sujeti ardıcıllıqla açan mətn qurun. Onun personajları öz aralarında söhbət edir. Söhbətin mətni də onların ağızlarından çıxan buludun içində yazın deyə tapşırıq verir. Şagirdlər nə təsvir etməlidirlər? Bəli, bu cür suallar buna yaxın tipli, yəni məzmunca eyni olan komiks idi. Müəllim şagirdlərə naturmort çəkərkən
çəkməyi və çəkdikləri natrium mod çəkməyi və çəkdikləri natrium modun düzgün şəkildə ştrixləməklə kölgə işıq verməsini tapşırır. Şagirdlər ştrixləməni yerinə yetirmək üçün nəyi tətbiq etməlidirlər? Bəli, bu həmin o sual idi, yayma sualı idi. Orada ən tünddən ən açığa qədər olan ton keçidini demişdilər sizə. Bəli, burada da deməli ən tünddən ən açığa qədər olan ton keçidini tətbiq edirlər deyir. Soruşur, bu yaymadır. Burada ştrixləməni soruşursa, təbii ki də sıra ilə çarpaz çəkilməlidirlər B variantı. Yəni mən biraz tərsə soruşmuşam sualı. Onlar isə başqa cür veriblər, amma eyni məzmun eynidir yenə də. Və burada natrium mod çəkməyi və bu natrium moda düzgün şəkildə kölgə işıq verməyi tapşırır. Şagirdlər çəkdikləri rəsmə tona çevirməni tətbiq etmək üçün nə etməlidirlər? Mən burada tona çevirmə, ştrixləməni soruşmuşam, orada isə yaymanı soruşub. Bəli, tona çevirməni tətbiq etmək üçün burada nə etmək lazımdır? Ştrixləri üst-üstə bir neçə çəkməlidirlər. Deyir və bir də istedadlı sənətkar Şuşadakı Gövhər Ağa məscidinin bəzədilməsində də fəal iştirak edib. Bunu da situasiya formasında yazmışdılar ki, Şuşaya gedib müəllim məlumat verir. Bu da təbii ki, Mir Mövsüm Nəvvəbə aiddir. Və burada mükəmməl çiator çəkməyi bacaran rəssam deyir, Floris kim idi? Salvador Dali idi. Bəli, bunlar hamısı bizim kitabdan kompozisiya qaydalarına əsaslanan aşağıdakıların hansı düzgün verilmişdir? Şəkildə obyektin görünüşünü təmin edir. Hər bir obyektin tam mərkəzdə olması düzdür. Deməli, burada suallar, bunu iddia etmirəm ki, bizim kitabdan götürülüb. Sadəcə onu demək istəyirəm ki, bizim kitabda hər bir MİQ imtahana düşə biləcək hər bir mövzu öncədən təxmin edilir. Nələr düşə bilər, nələr hansı formada düşə bilər, nəyi sizdən soruşa bilər. Bunlar belə deyim də təxmin edilir və öncədən sual halına gətirilib. Və sizə deyim ki, başqa digər suallar da var. Təbii ki, mən sadəcə 3000 test yerləşdirə bilmişəm bu kitaba, amma məndə 10.000-dən çox test var. Elektron şəkildədir. İndi sizə təqdim etdiyim burada Oxuyan.az saytında işləmək olur. Özünüz səhvlər, düzləri görə bilirsiniz. Bu cürdür testlərim. Hər bir sualda, yəni 8-9-cu siniflərdə cümlə sual halına gətirilib bütün hər bir cümlə. Yəni orada da sizin üzərinizə düşən bir şey var ki, öyrənmək. Yəni dərsi oxuyub, izahı dinləyib və bir də testləri işləməyiniz ki, siz buradan uğurlu nəticə əldə edə biləsiniz. Və təbii ki də hər kəs, istənilən hər kəs müəllimlə qoşulmadan da yüksək nəticə əldə edə bilər. Disiplinli şəkildə, məsuliyyəti varsa, disiplin varsa, təbii ki, heç müəllimə ehtiyac yoxdur. Hamımız burada müəllimik. Sadəcə disiplini olan, məsuliyyəti olan həqiqətən də yüksək nəticə əldə edə bilər. Adi, yəni bizim kitabı alaraq, test işləyərək, yəni test işləmək mütləqdir də. Yəni uğurun böyük bir hissəsi, belə deyim də, şərtlərindən biri test işləməkdir. Alıb işləyə bilərsiniz, kitabdan alıb işləyə bilərsiniz və yaxud da ki, nə bilim, elektron formada işləyə bilərsiniz, amma mütləq test işləmək vacibdir. Özünüz hazırlayın, özünüz işləyin. Yəni hər şeyi indiki zamanda rahat əldə etmək olur. Belə. İnşallah növbəti videolarda görüşərik. Like etməyi, paylaşmağı və rəy yazmağı unutmayın.